Hər vaxtınız xeyir. Bugün bu gözəl meyvələrdən danışacağıq. Əgər siz Bakıda yaşayırsınızsa, valla bunları görməmiş ola bilməzsiniz. Parklarımızda, küçələrimizdə bu meyvələri payızda yerə tökülmüş halda görürük. Onları uşaqlar futbol oynayırlar top kimi. Bunun adı Adəm almasıdır. Adəm almasının latınca adı isə makluradır. Çox böyük gücə malikdir. Yazda çiçəkləyir, çiçəkləri tut ağacının çiçəklərinə oxşayır. Elə bil ki, yarpaqların arasından tut görürsünüz. Amma ki, bu onun çiçəkləridir. Çiçəklər tozlaşdıqdan sonra, deməli, hər çiçəyin gördüyünüz kimi mayalanır və yerində balaca bir qoz boyda belə bir kürə əmələ gəlir və üstündə belə eybəcər saplaqlar olur. Yavaş-yavaş kürə böyüyür və böyük alma şəkili alır. Lakin görürsünüz, belə dığır-dığır olur. İndi biz onu kəsəndə siz görəcəksiniz ki, onun içində nə var? Kəsən vaxtı onun şirəsi axır. O şirə incil ağacında olan süd kimi yapışqan və necə deyim sizə, axıcı olur. Kəsdikdə içindəki tumları görürük və formasını, nə formada da onu görürük. Çox gözəl məlhəmlər, nastoykalar, cövhərlər hazırlanır bundan və min bir dərdə dəva bir bitkidir. Saymaqla qutarmır bunun hansı dəvalara dərman olduqları. Deməli, revmatizm, radikulit, osteoxondroz, rinit, qaymarit, nə bilim, bütün dəri xəstəliklərinə. Mən burada yazdıqlarım ancaq bunun onda bir hissəsidir. İnternetdən girib, tapıb oxuya bilərsiniz. Nə qədər xəstəliklərə dəvadır. Mən isə sizə bundan necə məlhəm hazırlamaq olar və necə istifadə etmək olar, onu danışmaq istəyirəm. Çünki apteklərdə bu dərmanların qiymətləri bahadır. Bizim isə yaşlılarımızın oynaqları, beli, dizi, ayağı, başı, ən çox baş ağrıları, qaymaretlər, rinitlər. Əgər biz özümüz bunu düzəldə biliriksə, niyə alaq? Deməli, payızda bunları yığırıq. Çalışırıq ki, əziyi, üstü qaralmışı, çürümüşü olmasın. Qəşəng yuyuruq, üstündəki sapları yığışdırırıq və artıq bu istifadəyə hazırdır. Deməli, makluranın yarpaqlarından da istifadə etmək olar. Yarpaqlarından o vaxt istifadə edirik ki, onun üstündə olan meyvəsi qozdan bir azacıq böyük olsun. O vaxtı bu yarpaqlardan istifadə etmək olar. Yəni, yarpaqları yığırıq, yuyuruq. Əgər bizə tez lazımdırsa, doğrayırıq, bankaya yığıb üstünə 60 dərəcə istiliyində su tökürük. Ağzını bağlayıb 2 həftə saxlayırıq. 2 həftədən sonra dərmanımız hazırdır. Onunla boğaz yaxalamaq olar, onunla ağrıyan yerinizə kompres etmək olar, bütün yaralara, bütün xoralara məlhəmdir. Pambığı batırıb çəkirsiniz yaralı yerə, keçib gedir. Deməli, hazırladığınız bu su 5 hissə yarpaq, 1 hissə su olacaq. Onu sonra tənzifdən süzürük və həmin alınan suyu 1-ə 2 yenə də su ilə qarışdırıb ondan sonra kompreslər edirsiniz. Bu yarpaq. İndi sizə deməli, meyvənin özündən danışacağım. Meyvənin özü dediyimiz kimi kəsiləndə onun belə südü olur. Bu südə baxmırıq,
kəsirik nazik fal yığırıq bankaya. Üstünə 95%lik spirt dökürük. Və 6 aydan 1 ilə qədər ağzı bağlı, kip bağlı bağlayırıq onu. İstəyirsiniz dəmir qapağına bağlayın, istəyirsiniz başqa qapaqla bağlayın. 6 aydan 1 ilə qədər saxlaya bilərsiniz. 6 ay tamam olanda demək olar ki, istifadə eləmək olar. Amma ki, fikir eləməyin, o xarab olmur, elə bir ildə qalsa, ona heç bir şey olmayacaq. Onu yenə götürürük, tənzifdən süzürük. Alınan o spirti, artıq o spirt məlhəm kimidir, biraz qatılaşmış haldadır və spirtin rəngi dəyişir, biraz sarımtılı olacaq. Onu 1-ə 2 suyla qarışdırırıq və əgər sizdə renitdirsə, əgər sizdə qaymaritdirsə, belə pamuqla tampon eləyib onu burnunuzun içinə də qoya bilərsiniz. Bir həftə ərzində bütün nə varsa, bütün nə çirk varsa hamısı təmizlənir. Belə məlhəmlər də var. Məlhəmi necə hazırlamaq olur? Həmin hazırladığınız o spirtli məhlulu, deməli, məlhəmi donuzun iç piyi olur, bazarlarda satırlar. 200 qram donuzun o iç piyindən götürür, alırsınız. O belə vazelin kimidir. Onun nə iyi var, nə bir şey, heç bir şey yoxdur. Elə bil ki, vazelindir. O vazelinə qatırsınız. Deməli, o cürə istifadə olunur. Yox, əgər özünüz hazırlayacaqsınızsa, onda götürürük bir hissə yağ, xırda doğrayırıq makluranı, üstünə həmin yağı qoyuruq və 2 gün ərzində onu hardasa 70 dərəcə temperaturda, dediyim ki, onu hardasa 60-70 dərəcə temperaturda 2 gün ərzində saxlayırsınız. Ondan sonra soyudursunuz və sizin süzürsünüz, soyudursunuz və sizin məlhəminiz hazır olur. Və ya asan üsulu spirtli məhlulunuzu bir vazelin alın, adi aptekdən vazelin alırsınız, 1-ə 1 ona qatırsınız. Deməli, əgər 100 qram vazelininiz varsa, 100 qram da həmin o spirtdən ona qatırsınız, qarışdırırsınız. Yaxşı bir qaba qoyursunuz və işlədirsiniz. Əgər məsləhətlərim sizə kömək olsa, mən çox şad olaram. Yenə də gəlin görüşək və yeni şeylər öyrənək. Xudahafiz, sağ olun, sağlıqla qalın.